Əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə Azərbaycan dilindən qəbul tipli sınağın izahını təqdim edirəm. Əziz müəllimlər, əgər bu tip sınaqlarımız sizlər üçün faydalıdırsa, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və fikirlərinizi rəylər bölməsinə qeyd etməyi unutmayın. İndi isə gəlin rəsmi çərçivə sənədi əsasında hazırlanmış növbəti qəbul tipli sınağın izahına baxaq. Birinci sualımız belədir. Sözlərdən hansının tərkibində səhvə yol verilmişdir? Bizdən nəyi soruşur? Səhvi soruşur. Rastlaşırıq. Kök, bir leksik, 2 qrammatik şəkilçi. Bəli, sözün kökü olacaq rast. Rastdan yaranır rastlaş. Laş parçalanmayacaq bir leksikdir. Və ıq. Bu da nədir? Qrammatikdir. Bəli, bir leksik, 2 qrammatik. A variantı doğrudur. Gəlməyəcək. Kök, bəli, gəl sözün köküdür. Mamə, inkarlıq şəkilsidir, qrammatikdir. Acaq, əcəkdə qəti gələcək zamanın şəkilsidir. Bu da qrammatikdir. Doğrudur. Kök 2 qrammatik şəkilçi. Baxışlarımdan. Baxaq, bax feilindən baxış ismi əmələ gəlir. Leksik şəkilçidir. Lar qrammatikdir. Qrammatikdir. Dan qrammatikdir. Burada kök, 1 leksik, 3 qrammatik var. Amma C variantına fikir versəz görəcəksiniz ki, yazıb ki, kök 3 qrammatik şəkilçi. Leksik şəkilçini burada verməyiblər. Ona görə də səhv cavabımız olacaq C variantı. Maldarlıqda sözün kökü olacaq mal, maldan yaranır maldar, maldardan yaranır maldarlıq, daha da nədir? Qrammatik şəkilçidir. Bu da doğrudur. 2 leksik, 1 qrammatik. Birincilik, sözün kökü 1, birdən yaranır birinci, inci parçalanmır. Bütöv bir leksik şəkilçi, lik də bir dənə leksik şəkilçi. Bəli, kök 2 leksik. Amma C variantında baxışlarımdan sözündə ış leksik şəkilçi olsa da, baxın, burada o ış leksik şəkilçini verməyiblər. Deməli, səhvi soruşduğuna görə cavab olur. C variantı. Növbəti suala baxaq. Sual belədir. Daxili təmizlik və vicdani saflıq insan üçün böyük vüqardır. Cümləsində işlənmiş sözlərlə bağlı səhvi müəyyənləşdirin. Hər ikisi sifətdir. Bəli, vicdani bu da sifətdir, böyük bu da sifətdir. Bizdən səhvi soruşur. A variantı doğrudur. Çıxırıq. Sonra hər ikisi isimdən düzəlmişdir. Vicdan, vicdani. Bəli, bu isimdən düzəlibdir. Böyük, böyük feilindən böyük sifəti. Bu isə feildən düzəlibdir. Burada deyir ki, hər ikisi isimdən düzəlib, yanlışdır. Səhvi soruşduğuna görə cavab olur B variantı. Hər ikisi düzəltmədir. Bu da doğrudur. Hər ikisi adi dərəcədədir. Bu da doğrudur. Hər ikisi ismə aiddir. Böyük vüqar, vicdani saflıq, bu da doğrudur. Səhvi soruşduğuna görə cavabımız olur B variantı. Növbəti sualın izahına baxaq. Hansı sırada söz birləşməsinin hamısının birinci tərəfi əvəzliklə ifadə olunubdur? Bizdən soruşur ki, hamısının birinci tərəfi əvəzliklə ifadə olunsun. Yəni, aslı tərəfləri əvəzliklə ifadə olunmuş söz birləşmələrini soruşur. Bəzən oxuyan, burada bəzən zərfdir deyə gedəcək. Bir neçə kitab, bir neçə saydı deyə gedəcək. Yazılan məqalə, buradakı yazılan sözü olacaq feili sifət, özgə fikir, özgə də olacaq sifət. Bizə deyir ki, hamısının birinci tərəfi əvəzlik olsun. Elə məktəb, elə əvəzlikdir. Eyni fikir, eyni əvəzlikdir. Bütün insanlar, bütün əvəzlikdir. Hər birinin birinci tərəfi əvəzliklə ifadə olundu mu? İfadə olundu. Cavabımız olur D variantı. Sonra növbəti suala baxaq. Qulağına həmişə Firuzə qaşlı sırğa taxardı. Cümləsindəki sözlərin izahı ilə bağlı səhvi göstərin. Həmişə sadə zaman zərfidir. Bəli, nə vaxt, nə zaman? Həmişə doğrudur. Qulağına isimdir, sadədir, mənsubiyyət və hal şəkilsi qəbul edib. Bəli, sözün kökü olacaq qulaq, qulağı mənsubiyyət, qulağına hal. Bəli, isimdir.
sadədir. Üzərində həm mənsubiyyət var, həm də hal var. Bu fikir də doğrudur. Qaşlı düzəltmə sifətdir. Bəli, qaşlı necə? Qaşlı. Firuzə də isimdir. Bəli, bu da doğrudur. Taxardır, feildir. Bəli, feildir. Nə edərdi? Taxardı. Sadədir. Bəli, tax sözün köküdür. Arər qrammatik şəkilçidir. D da idinin qısaldılmış formasıdır. Xəbər şəklindədir. Bəli, üzərində zaman şəkilsi olduğuna görə xəbər şəklindədir. Cavabımız olur D variantı. Sırğa isimdir, sadədir, adlıq haldadır. Buradakı adlıq haldadır fikri yanlışdır. Qulağına həmişə Firuzə qaşlı sırğanı taxardı. Nədir? Qeyri-müəyyən təsirli haldadır. Cavabımız olur D variantı. Sonra məsdərin isimlə ortaq xüsusiyyətlərinə aid deyildir. Biz bilirik ki, feilin 3 təsriflənməyən forması var. Məsdər, feili bağlama, feili sifət. Məsdər isim və feilin xüsusiyyətini daşıyır. Feili sifət, feil və sifətin xüsusiyyətini daşıyır. Feili bağlamada feil və zərfin xüsusiyyətlərini daşıyır. İndi məsdəri soruşduğuna görə biz bilməliyik ki, məsdər ismin bir də ki, feilin xüsusiyyətlərini daşıyacaq. Deməli, bizə deyir, aid deyildir. Mənsubiyyət şəkisi qəbul edir. Bəli, məsdər isim kimi mənsubiyyət şəkisi qəbul edə bilir. Oxumağımız, bəli, qəbul etdi. Hallana bilir. İstisna hallarda, bəli, məsdər hallana bilər. Bu da doğrudur. Cümlədə mübtəda ola bilər. Oxumaq gözəldir. Nə? Oxumaqdan zövq alıram. Nədən? Bəli, mübtəda və tamamlıq oldu. Nə sualına cavab verir? Oxumaq. Nə? Oxumaq gözəldir. Nə gözəldir? Bu da doğrudur. Təsdiq və inkarda olur. Düşünəcəksiniz ki, bəli, məsdər təsdiq və inkarda ola bilir. Məsələn, oxumaq, oxumamaq. Amma bizə isimlə deyir, ortaq xüsusiyyəti olmasın. Təsdiq və inkarda olmaq məsdərin feilə aid xüsusiyyətidir. Ona görə də cavabımız olur B variantı. Baxın, müəllimlər, diqqətli olun. Məsdər təsdiq və inkarda ola bilər. Oxumaq, oxumamaq. Sadəcə bizə isimlə olan xüsusiyyət dediyinə görə təsdiq və inkarda olan feillə olan xüsusiyyətidir. Aid olmayanı soruşduğuna görə cavab olur B variantı. Növbəti suala baxaq. Sual belədir. İsmi xəbərli müəyyən şəxsli cümləni müəyyən edin. Baxın, müəllimlər, bizdən nəyi soruşur? İsmi xəbərli cümləni soruşur. İsmi xəbərli cümlələrdə yadda saxlamaq lazım ki, xəbər ifadə vasitəsinə görə 2 yerə bölünür. İsmi xəbər, feili xəbər. Əgər feilin təsriflənən formaları ilə, yəni feilin şəkilləri ilə ifadə olunubsa xəbər, bu olacaq feili xəbər. Yox, əgər isimlərlə, sifətlərlə, saylarla, zərflərlə, əvəzliklərlə və yaxud da ki, feili sifətlər və məsdərlərlə ifadə olunubsa, bu olacaq ismi xəbər. Bizə deyir ki, ismi xəbərli cümlə olsun. Yaşayırıq feildir, feili xəbərdir. Sınayır feildir, feili xəbərdir. İştirak edirdi feildir, feili xəbərdir. Tanınırdı feildir, feili xəbərdir. Bunlarda feillə ifadə olunduğuna görə olur feili xəbər. Mənim bacım həkimdir. Həkimdir isimdir. İsimlə ifadə olunduğuna görə olacaq ismi xəbər. Ən əsası da müəyyən şəxsi cümlədir, yəni cümlənin mübtədası var. Cavabımız olur A variantı. Növbəti sualın da izahına baxaq. Hər tərəf qaranlıq idi cümləsində fərqləndirilmiş ifadə hansı cümlə üzvüdür? Qaranlıq idi. Hara? Hər tərəf. Deməli, hara nəyin sualıdır? Mübtədanın sualıdır. Cavabımız olacaq E variantı. Yadda saxlamaq lazımdır ki, hara sualı zərflikdə də var. Əgər bir sözə həm hara, həm haraya sualını verə biliriksə, zərflikdir. Yox, yalnız hara sualını verə biliriksə, nə olacaq? Mübtəda olacaq. Bu səbəbdən cavab olur E variantı. Sonra nümunədə hansı durğu işarələri buraxılmışdır? İndi burada diqqətli oluruq. Ev yiyəsinin bu səmimiyyəti hər kəsə qoşan nöqtə. Burada hər kəsə nədir? Ümumiləşdirici sözdür. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl işlənəndə özündən sonra qoşan nöqtə qoyulur. Ev yiyəsinin bu səmimiyyəti hər kəsə qoşan nöqtə Zeynəbə də,
sadalama var. Rövşənə də, Ənvər kişiyə də birazdan sonra məlum oldu. Burada baxırıq ki, diqqətli olun. Qoşa nöqtəmiz var. Bir də ki, varımız 2 dənə vergülümüz. Qoşa nöqtə 2 vergül. Cavabımız olur B variantı. Bu qədər sadə. Qoşa nöqtə 2 vergül. Sonra belə cavabımız var. Qoşa nöqtə 2 vergül. Bəli, cavab olur B variantı. Növbəti sualın izahına baxaq. Sual belədir. Cümlədə hansı durğu işarələri buraxılmışdır? Orxan sürücüyə uca səslə dedi. Dialoq şəklində olduğuna görə qoşa nöqtəmizi qoyuruq və burada trimizi çəkirik. Əhmədli metrosunun yanına sürün dedi, virgül tri, orada hər şeyi öz gözlərinizlə görərsiniz. Burada nə var? Qoşa nöqtə var, qoşa nöqtə, 3 dənə tri, 2 dənə də virgül. Cavabımız olur E variantı. Növbəti sualın da izahına baxaq. Sual belədir. Hansı birləşmədə aslı tərəf feildir? Aslı tərəf deyəndə söhbət birinci tərəfdən gedir. Təbriz isimdir, duman isimdir, vətən isimdir, dağ isimdir. Yaşamaq nədir? Məstərdir, təbii ki, feildir. Cavab olur C variantı. Əziz müəllimlər, sınağımızın izahı bu qədər. Ümidvaram ki, sizlər üçün sınaqlarımız faydalıdır. Əgər faydalıdırsa, fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. Sağ olun.